İstəyirəm bugün sayılan saymayan isimləri izah edeyim. Sayılan saymayan isimlər hansılardır? Bir dəqiqə zəhmət olmasam. Sayılan saymayan isimlərdə nə olur, nə olmur? Birinci ona baxaq. Demək, sayılan isimlərdə tek işlənə bilər. Misal üçün, zis işlənə bilər, ziz işlənə bilər. Misal üçün, zət işlənə bilər, zoz işlənə bilər, ziz işlənə bilər və sözün sonunda es qəbul edir. Saymayan isimlər isə zizdən zətlə işlənir, xəbərimiz isə izdə olur. Saymayan isimlərdə muchdır, little'dır, a little-dan veririk. Biz saymayan isimləri misal üçün cəmləndirə bilməliyik. Xəbərimiz cəmdə ola bilməz. Gəldik indi əsas buradan başlayıram. Sayılan isimlərdən istəyirəm başlayayım. Sayılan isimlər misal üçün təkdə işlənə bilir. This apple, cəmdə işlənə bilir. The apples. Misal üçün rəqəmlərlə işlənə bilir. 5 apples verə bilərik. Article-la işlənə bilir. Ənazə. Ənazə ilə buradakı gördüyünüz əni, birinci bu ən article mənasındadır. Ən article işlənə bilir. A map, an orange. İsim cəmdə tələb edən bütün təyinəcilər işlənə bilir. Many, a few, several. Cəm olarsa some, a lot of kimi təyinəclərlə işlənir. Some apples, a lot of books kimi işlənə bilər. Belə deyək, saymayanlarda isə sayılanlarda much işlənməz, a little işlənməz, a little books işlənməz, little book olmaz. Ayrıca misal üçün biz onu əgər balaca, a little sözünün biri var, balaca mənasını işlədirik. Bəli, onda nəyinsə balaca yəni bir dənədirsə qarşısında article qoyuruq. Misal üçün a little duckling, a little misal üçün boy verə bilirik. Və yaxud cəmdə işlənəndə little boys verə bilərik. Burada nə var? Yalnız təkdə işlənən advice-dır, news-dur. Onları əzbərləmək lazımdır. Qarşısında much money, qarşısında a little işlənə bilər. A little information, misal üçün little knowledge, qarşısında a lot of some, this, that işlənə bilər. Və nə olmaz? Misal üçün heç vaxt cəmdə işlənməz. Bayaqlar vurğuladığım kimi, misal üçün sayılan isimlər es qəbul etmir. Water sözü, misal üçün money sözü es qəbul etmir. Qarşısında rəqəm işlənə bilməz. To advice verə bilmərik. Ən article və yaxud ənazə işlənə bilməz. Ənazə coffee, news, an advice deyə bir şey verə bilmərik. Many, a few və several işlənə bilməz. Gəldik burada nələr? Biz demək, saymayan isimlər hansılarda? Maye halında olanlar, yeyinti məhsulları, materiallar, ondan sonra elm və fən adları, idman adları, mücərrəd isim, xəstəlik adları, dil və qaz halında olanlar. Trafik sözü, misal üçün, elə sözlərimiz var ki, sayılmır, amma neysə bir iki isim yanaşı gələndə biz ikinciyə baxırıq deyənə onda cəmləndirə bilərik və yaxud ola bilər ki, misal üçün, burada trafik verərik, amma bu tərəfdə başqa bir misal üçün, sayılan isim veririksə, biz iki isim yanaşı gəlirsə ikinciyə baxırıq və artiklını da ona görə qoyuruq. Baxırıq, deyirik, polis ilə yol polisləri, traffic wonder, traffic things və yaxud. Information sözü də information board görüşün lövhə sayılır. Amma information center görüşün ikinci artikla düşür. Amma ən verib sentence verə bilmərik. News sözü təkdədir. News sözü təkdədir və belə deyim də qoy. News biz işlədə bilmərik. Nə zaman işlədə bilərik? Yenə eyni zamanda iki isim yanaşı gələrsə news agent, news program, newsletter və news sözünün letter sözü kimi verirsə qarşısındakı article düşür. Furniture sözü mebeldir. Misal üçün, mebel mağazaları, eyni zamanda da hamısı eyni şeydir. Burada nədir? Sayılan saymayanları əzbərləmək lazımdır. Və elə isimlər var ki, saymayan kimi, misal üçün, burada var idman adları, fən adları, görürsünüz, fən adları, idman adları və saymayan isimlərdə elə bir isimlər var ki, onlar saymayan kimi görsənib sayılan isimlərdir. Bunlar da onlar.
Misal üçün P-dir, Bean-dir, Cold-dur, Wind-dir, Storm-dur, Impression-dur, Hope-dur, Dream-dir, Joke-dur, Wish-dir, An Idea-dır, Degree-dir, Start-dır, Accident-dir, Event-dir, Anniversary-dir, Sandwich-dir, misal üçün Problem-dir. Bunlar saymayan kimi görsəndə sayılan və job sözü biz deyirik ki, sayılır, amma work sözü sayılmır. View sözü mənzərə sayılır, amma scenery sözü sayılmır. Görürsünüz, bunlar hamısı oxuyaraq bilinir. Və glass sözü həm belə deyək də, stəkan mənasında sayılır, şüşə mənasında sayılmır. Iron sözü ütü mənasında sayılır, dəmir mənasında sayılmır. Wood sözü meşə mənasında sayılır, taxta mənasında sayılmır. Sözü əsər mənasında sayılır, iş mənasında sayılmır. Paper qəzet mənasında sayılır, kağız mənasında sayılmır. Time dəfə mənasında sayılır, time vaxt mənasında sayılmır. Here sözü tük mənasında sayılmır, belə deyək də, tük mənasında, yəni bir ağ tük deyəndə, onda söz öllərindən işləndiyini görəndə onda seçə bilərsiniz. Bizdir, fodur, bunlarla görə bilərsiniz. Misal üçün, saç sözü sayılmır özü. Light sözü şüa, fənər, elektrik sözündə sayılmır. Rabe sözü poza mənasında sayılır, misal üçün, rezi mənasında sayılmır. Room sözü otaq mənasında sayılır, yer mənasında sayılır. Noise'dir, səs mənasında sayılır, səs-küy mənasında sayılır. Tinidir, konserv qab mənasında sayılır, qalay mənasında sayılır. Fish, balıq mənasında sayılır, əti deyəndə sayılır. Lamb sözü mənasında sayılır, quzu əti deyəndə sayılır. Chicken, toyuq deyəndə sayılır, toyuq əti deyəndə sayılır və bunlar da tutum bildirənlərdir, bunlar da əzbərləmək lazımdır. Burada da nədir? Hissələr, hissəyə bölünür. A piece of-dan nə işlənir? Pair of-dan nə işlənir? Bar of-dur, bunch of-dur. Hamısı cins, misal üçün a pair of jeans, trousers, glasses, bunların hamısı var burada. Bunlar da əzbərlənəcək şeylərdir. Bu qədər.